Son 2 ildə orta dəhliz layihəsinin əhəmiyyəti xeyli artıb. Bu fikirləri Gürcüstanın baş naziri İrakli Kobaxidze səsləndirib. Hökumət başçısı Tbilisinin bu dəhlizə xüsusi önəm verdiyini vurğulayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze Əbu-Dabidə keçirilən davamlı inkişaf həftəsində çıxışı zamanı orta dəhlizin əhəmiyyətinə xüsusi toxundu. Baş nazirin sözlərinə görə bu dəhliz artıq sadəcə nəqliyyat marşrutu deyil, Avropa ilə Asiyanı enerji vasitəsilə birləşdirən strateji platformaya çevrilir. Kobaxidze bildirdi ki, Gürcüstan bu prosesdə mühüm rol oynayır. Ölkə hidroenerji ehtiyatları ilə zəngindir və mövcud potensialın hələlik cəmi 20%-dən istifadə olunur. Məhz bu fakt Gürcüstan üçün orta dəhliz çərçivəsində enerji istehsalı və ötürülməsi baxımından geniş imkanlar yaradır. Baş nazir qeyd elədi ki, hökumətin əsas hədəflərindən biri 2026-cı ilə qədər enerji istehsal gücünü 2,5 dəfə artırmaqdır. Onun sözlərinə görə bu iddialı, amma real bir plandır və Gürcüstan bu məqsədə çatmaq üçün hidroenerji sektoruna, eləcə də günəş və külək enerjisinə investorlar cəlb etməyə hazırdır. İrakli Kobaxidze vurğuladı ki, hökumət və İqtisadiyyat Nazirliyi tərəfindən aparılan islahatlar Gürcüstanı bu sahədə daha cəlb edici. Məqsəd yalnız daxili tələbatı ödəmək deyil, eyni zamanda orta dəhliz üzərindən Avropa bazarına enerji ixracını təmin etməkdir. Baş naziri fikrincə 2030-cu ilə qədər Gürcüstan enerji baxımından tam özünü təminata nail ola bilər və artıq 2026-cı ildən etibarən Avropaya enerji ixracı real perspektiv kimi dəyərləndirilir. Bu baxımdan orta dəhlizin strateji əhəmiyyəti getdikcə daha da artır.